Hə dostlar, Lasron Ömür kəndən təkrar salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. Mən kəndimizdə yenə bir belə uçuq evin videosunu çəkirəm. Bu uçuq ev demək bütün evlər uçuqdur. Burada yaxşı, salamat ev yoxdur. Hər bir yer uçuq evdir. Ancaq bu ev bir balaca yandırılmayıb. Kənardan görünür ki salamat qalır. Bu ev mənim Güllü mamamızın oğlu Əli kişi aiddir. Əli kişi rəhmətə gedib. Allah rəhmət eləsin, yeri behişt olsun. Hə, tuldaşım mənim bacımdır. Ailə uşaq hamısı sağ salamatdır. Allah hamısına can sağlığı versin. Hə, indi mənim ilk növbədə belə evin ön hissəsindən mən belə birinci mərtəbədən bu ev 2 mərtəbədir. Aşağı podvaldır. Burada qapı bağlıdır, nəsə var. İndi içəri mən girə bilmirəm, ancaq mən evin belə girişindən buranı çəkirəm. 32 nömrə, 32 nömrəli ev, yəni erməni burada yaşayırmış. Bunların bütün harda yaşayıblarsa nömrə qoyublar. Evlər deməli bunlar ad familiya ilə yox, nömrə ilə yaşayıblar. Bax bu evdə 32 nömrədir. Deməli 32-ci erməni ailəsi. Evin belə bax belə çüş daşları görünür. Bax belə çox yaxşı şəkildə bax belə düzəlinir, işlənilir. Bu evin sağ tərəfidir. İndi mən sol sağ tərəfdən biraz belə yandan görünüşü çəkeyim. Arxadan bir dənə pəncərə var. Arxa otağın pəncərəsi oradan görüşür. Dəmir barmaqçıqlar da bax belə yerindədir. Yenə də pəncərənin baş tərəfi taş şəkildə düzəlib. Yaxşı vəziyyətdə qalıbdır. Bu evin biraz yaxşı qalmağı ona görədir ki, yəni ev yandırılmayıb. Mən indi çıxıram üst evə, üst evdən bir balaca orada çəkim sizə aydın vəziyyətdə göstərim. Evin qabaq pəncərələri belə sürünüb, dağılmayıb, belə yerindədir. Yenə pilləkənlər də bir balaca dağılıb, tam belə sağ vəziyyətdə deyil. Evin bura proşatkası, bura vaxtı ilə bu evdə orada deyim ki, mən də evin tavanın döşəməsini mən vurmuşdum. Ev çox yaxşı, gözəl şəkildə təmizi olub. Evin bax belə giriş qapısı bu hissədəndir. Küçə daşları bax belə görükür. Yəni o vaxtçıdır. Dəyişilmə yoxdur bu evdə. Evin birinci bax bu hissəsi böyük zaldır. Tam təmir olub, bax belə görükür. Arxa otaqdan yenə burada dəmir pəncərələrin dəmir barmaqçıqları bax belə yaxşı vəziyyətlərdə söküb aparmayıblar. Evlərin bir çoxun qara teliflər, ancaq bu evdə o qədər də belə dağıntı göstərmir. Bir də yenə yan divar bax belə yenə də yaxşı vəziyyətlər qalıb. Arxa otaqdan belə buralar çürülüb dağılıb. Nə qədər desəm də yəni evi dağıdıblar, dağıntı vəziyyətdədir. Ancaq yenə də belə başqa evlərə nisbətən bir balaca durumu yaxşıdır. Sonra sol tərəfdəki otağa yenə də baxaq, nəzər salaq. Bu evdə yenə bax belə dağıntısı görükür. Pəncərənin yenə dəmir barmaqçığı yerindədir. Divarın ev yandırır, evdə yanğın olmadığı üçün divarın başı salamat qalıb. Yəni usulub dağılmışdır. Evdə təmir işləri bax belə göz qabağındadır, görürsün. Evdən yəni o qədər də başqa bir şey çəkməyə də ehtiyac qalmadı. İndi məhəllənin bağından baxaq görək, məhəllədə nə var, onu mən qeyd edeyim. Bura məhəllənin deməli evə gəliş hissəsi bax buraylandır. Evin bax belə girəcəyindən bir dənə armud ağacıdır. Yəni yaxşı vəziyyətdədir. Biraz da yuxarı çıxaq. Bu armudun üstündə də var, az da olsa. Yəni durumu pis deyil. Sonra evin arxa hissəsindən bax belə qaysı ağacıdır. Qaysı ağacı da yenə yaxşı vəziyyətdədir. Su verirsə bundan belə bu göylüyü saxlayar. Yəni deyirlər ki, qaysı ağacı ömrü qısadır, ancaq elə deyil. Bizim bu yerdə ağaçların hamısı
uzun ömürlüdür. Yəni əkilən ağaclar hamısı su verirsən, baxsan, yəni qalır. Bax bu qaysı ağacı bizim indi hal-hazırda biz yaşayırıq Bakı ərazisində, Bakıda. Bakının Xəzər rayonu Qala qəsəbəsi. Bizdə gəl qaysı ağacını əksən 5 il 6 ilə ancaq dözüm gətirir, sonra quruyur, məhv olur. Ancaq bu yerdə susuz neçə illərdir, 92-ci ildən bura bax bu qaysı ağacı öz gücünə bax belə ayaq üstə qalır, yəni qurumuyur. Əgər kəsilməsə yaxşıdır. Sonra çıxaq biraz yuxarı buralar, buradan göstərdim ki, belə köhnə dam yerlərdir, yəni qədimdən qalan. Mən yuxarıda bir dənə ağaca rast gəldim. Mən o ağacı da sizə çəkim göstərim. Sonra yenə əlavə olaraq bağın aşağı əslində sizə çəkib aydınlıq gətirəcəm, göstərəcəm. Bax burada bir dənə yenə belə qoz ağacına rast gəlmişəm. Bütün məhəllələrdə qoz ağacı kəsilib. Harada ki, məsələn, deyim ki, çətin yerdə yox. Asan yerdə bütün qoz ağacları məhv olunur. O yerdəki qoz ağacları durur, orada çətindir çıxartmaq. Ona görə kəsməklər. Bax burada, bura asantı deyin. Hər qoz ağacın belə kəsirlər, diametrini siz görürsünüz. Çox da iri gövdəli olmasa da, ancaq yenə də böyük qoz ağacı olub, burada bax belə kəsib məhv ediblər. Mən indi keçirəm məhəllənin əsas aşağı hissəsinə, əsas bağ yerinə. Bağdan da nə var oradan da bir baxaq. Bu 30 ildən artıq ki vaxt keçib. Bu deməli keçən vaxtda çox kənddə dəyişikliklər olubdu. Yəni tanınmaz vəziyyətdə salıblar. Bağdan bağ qalmır, evdən də ev qalmır. Bağı kəsib doğrayıb aparıblar, evlərdə dağıdıblar. Yəni ermənin hara ayaq atıblar, hara ayaq açıblar, həmin yerdə dağıntı işləri göz qabağındadır, görüşür. Bax, bu bağdan bura böyük bir bağ olub. Yəni burada ağaçların sayını mən deyə bilmərəm, ancaq ağaçlar çox olub. Bax, burada da yenə bir dənə armud ağacıdır. Armud ağacı həm yeri sərt yerdədir, həm də ki, belə necə deyilər, sərt yerdə su görməyən yerdir. Ancaq yenə də armud ağacıdır, öz yaşıllığını bu vaxta qədər qoruyub saxlayıb. Biraz da quruyub, ancaq yenə də göylüyü də var. İndi biraz yenə də yuxarıdan qoz ağaçlarını çəkim. Bax, burada da yenə qoz ağacı, 2 dənə yan-bayan qoz ağacı var. Bunlar yaxşı vəziyyətdədir. Bizim bu dərənin içində də bir balaca su var. Yəni bunların kökü gedir, o suya çatır. Ona görə də bu ağaçlar elə o qədər də qurmuyub. Yaxşı vəziyyətdə qalıblar. Bunlar da sonradan bitmədilər, armud ağacıdırlar. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Allah ali baş komandanımızı qorusun. Allah müzəffər ordumuzu qorusun. Bizim şəhidlərimizin canı qanı bahasına bu yerlərimiz ki azad olur. İndi biz sərbəst gəlib bu yerləri gəzib belə ziyarət edirik. Biz ömrümüzün axırına qədər şəhidlərimizə borcluyuq. Bütün şəhid ailələri qarşısında mən baş əyirəm. Bütün qazi ailələrinə öz minnətdarlığımı bildirirəm ki, bu günü bizə yaşatdılar. Yəni gəlib bu yerləri bir daha ziyarət edirik. Gəlib burada sərbəst gəzə bilirik. İndi mən yenə yenirəm aşağı, bu məhəllənin aşağıdan çay yoxşar. Həm orada qoz ağacları var, həm orada bir neçə dənə bulaqlar var. Çalışacağım oradan da mən sizə azadlıqda olsa çəkiliş edeyim. Bax, bir də yenə mənim tam ağlımdadır. Burada yasəmən gülü, belə qanıb, doğrayıblar, kəsirlər. Yəqin ki, bunun gövdəsi çox böyük olubdur. Kəsirlər, yerindən bitən budur. Görsəmir ki, doğranır. Tam mərkəzdə demək, yasəmənin iri gövdəsi kəsildi, ona ətrafından bax belə zoğ verib, təzədən bax belə pöhrə ilə qalxıbdır. Yəni, ağaçlar da sanki elə bil ki, həyatla mübarizədədir, mübarizə aparırlar.
mən de çalışım ki bu dərənin içinə buradan eniş edeyim. Ancaq mən tam da dəqiq yolu bilmirəm. İndi mən yolu tapmışam artıq. Bizim burada dərənin içindən bulaqlarımızın suyu gəlir. Burada birdən belə çay yaranır. Yəni bax bu çay bizim hamısı bulaqların deməli suyudur. Çox böyük olmasa da ancaq bizim belə burada o bizim bir dənə bu dərənin bir dənə belə suyumuz var. Mən indi bu suyla yuxarı gedəcəm. Yuxarıda bulaq olmalıdır. Mən onları da sizə çəkim göstərim. Burada hər yerdə mənzərə var. Bax görüşür ki vaxtın önündə burada böyük sellər olubdur. Sellərin nəticəsində bu evlər də elə yerdə tikilirdi ki, yəni sel yumasın. Sonra mən burada bir dənə şey deyim ki, mənim bu çəkdiyim yer, mən bu evdə çəkmişəm. Burada mənim mamam oğlu, Xərsan mamamızın oğlu Bəhrəm kişiyə aiddir. Bəhrəm kişi rəhmətə gedir, yoldaşı rəhmətə gedir. Valla hamısına rəhmət eləsin, yerdə qalanlara can sağlığı. Mamamız oğlu, Xərsan mamamızın oğlu Bəhrəm dayının. Allah rəhmət eləsin. İndi yenə mən sağ yoxsa davam edeyim yolumu. Görək yuxarıda nə var, orada da biraz çəkiş edeyim. Sizə mən elə yol üstü bu çay yoxsa bu gedirəm. Bax belə rast gəlmişəm. Bura böyük bir dərədir. Bu dərədə bax belə baldırğan var. Baldırğan hamı bilir ki baldırğan nədir? Yəni bax bura baldırğan bizim bu çayda belə əmələ gəlir. Yəni bax belə görüşür. Çox çətindir yerimək. Yəni bura biraz ağacın belə budaqları imkan vermir. Burada yenə bir dənə bax belə ağaca rast gəlmişəm, kəsimi ağaca. Ancaq bu qoz ağacı olmayıb. Mən de durum burada nəysə başqa bir danışım yox. Ağacın üstündən belə ot. Bax belə görürsünüz ki, ot düşür. Bax ot da bitir ağacın üstündə, sürüntüsündən. Siz baxın görün ki, ağacın diametri nə boydadır. Bu söyüd ağacı olub və yaxud da çınar ağacı olub. Diametri 1 metrdən artıqdır. Bax belə kəsilir. Sonra bu biri tərəfdəki yenə söyüd ağacıdır. Buna kəsilir, doğranır, dərə yoxsa. Mən indi bu evi bir də çəkmişdim. Bu 2 dəfədir mən çəkirəm. Keçən il 2024-cü ildə mən bu evi çəkib yəni işlandırmışam, ancaq bu il çəkilişim biraz da başqadır. Yəni 2 dəfədir mən çəkirəm. Bax bu yerdə bulaq olmalıdır. Ancaq göstərmir bulağın yeri. Ola bilsin ki biraz dərindədir, göstərmir. Yəni biraz torpaq basır o mənada. Çalışam ki bulağın gələn yerin çəkim, ancaq mən tapa bilmirəm. Burada bir neçə yerdəydi bulaq. Ben artıq həmin yeri itirdim. Bax bulağın biri burada bax buradan görüşür. Bu hissədədir. Bax bulağın biri buradadır. İndi suyun gedişi yəni biraz aşağı tam belə ağaçlar neçə illərdir ki burada belə yarpağı tökülüb. İndi həmin ağacın yarpağı ilə bağlanır, tam göstərmir. Yenə bax belə bir dənə sol tərəfdən məhəllənin sol tərəfindən ağacı sizə göstərirəm, ancaq bunu salamatdır. Yəni 1-2 budağın kəsiflər vaxtı ilə sonra nəsə o qədər də belə ağacın material istifadəli deyil, düz yeri olmadığı üçün bu ağacı kəsməklər. Yəni bunu həm yandırmaq, həm harasa istifadə etmək çətin olduğu üçün ona görə kəsməklər belə qalıbdır. Bulağın biri mən yerini tapmışam, ancaq çəkmək çətindir. Bax bulağın biri bax bu hissədə olubdur. Mən görüm aça bilərəm həmin yeri. Yenə də görsəm, ancaq bulağın biri bax bu yerdədir. Bu yerdədir, bura biraz dərin oyuq kimi yerdir. Bu hissədə olmalıdır. Sonra yenə də burada bax belə bir dənə
ne ağacı olduğunu dəqiq bilmirəm. Ancaq qoz ağacı deyil. Bax, iri gövdələri də buna kəsib məhv ediblər. Hara hasant yerdə, hər yerdə ağaçlar doğrayıb məhv ediblər. Dərə yoxsa belə gedirəm, çay yoxsa. Biraz çətinlik, ancaq yenə də gedib çıxıram yuxarı. Mənim rəhmətli İmam oğlunun məhəlləsinə 2 yerdən giriş olub. Biri evin yuxarı hissəsindən, biri bax bu hissədən də yenə çaydan biz gələndə, yəni gələndə bax bu hissədən çıxırdı. İndi görün çarşıdan belə gəl. Şansa buradan da yenə mən çıxım məhəlləyə. Bax belə. İndi də artıq mən yenə çatdım həmin məhəllənin bağ yerinə. Dediyim kimi bu bağdan heç bir ağac qalmayıb. Bir neçədən ağac var. Armud ağacıdır, qoz ağacıdır. Sonra aşağıdan yenə də bir qoz ağacı var. Burada mən çəkmədim, ancaq burada yenə də başqa qoz ağacı var. Onu da mən sizə çəkeyim, göstəreyim. Bax bu qoz ağacı da mənim mamam oğlu Əli şahiddir. Bu qoz ağacı çox hündürdür. Hardasa bir 20 metr, 25 metr hündürlüğü var. Bununla da bu bağdan bu kadar. Şimdi çarşıram gedim eve tərəf yenə. Sonra İtburnu yoluna hamımızın bildiği İtburnu en deməli dərman bitkilərdən biridir. Bax buna da İtburnu yolu görüşür. Buradan da bir balaca dam yeri olup vaxtına yeni dağılıp tökülür. İndi bax bu vəziyyətlər. Mən indi gedirəm məhəlləyə tərəf, evə tərəf. Bu videonuzdakı burada tamamlayaq. Yenə də deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, Allah şəfa versin. Allah Ali Başkomandanımızı, Allah müzəffər ordumuzu qorusun. Mənim bu çəkilişlərim, mən özüm öz üstümə bir borc bilərək bütün kəndimizi belə çəkib YouTube'da yerləşdirirəm. Yəni tarixdə qalsın. Bura qədər dağılmış olsa da bundan belə olan vəziyyətin heç olmasa yəni YouTube'a salaq, yəni tarixə düşsün. Bundan belə çalışaq ki, öz yerimizi, yurdumuzu bundan belə bərpa eləyək. Yəni həminki vəziyyətinə qaytaraq. İndi keçmişdən bizə qalan başqa abidələrimiz də var, qədim yerlər var. Ancaq indi qədim abidələr öz yerində, yenə də öz evlərimizi inşallah gələrik bura, bərpa eləyərik, bu evi əvvəlki vəziyyətdən qaytararıq. Bu məhəllədən də bu qədər. Xəttə qalın, inşallah videonun davamı gələcək. Bir daha videonu izlədiyiniz üçün hər bir kəsə təşəkkür edirəm. Sağ olun, var olun.